Məhəmməd Hadinin Türkün Nəğməsi şeiri. Türkün tökülən qanları bihudə gedərmi? Bihudə. Bihudə sözünün mənası boş deməkdir. Yəni Türkün tökülən qanları boş-boşuna gedərmi? Diqqətlə düşün, yoxsa bu qan hepsi hədərmi? Hepsi, yəni hamısı hədərmi bu tökülən qanların? Və burada işlənən iki misrada görürük ki, sual işarəsi var və burada bədii sual işlənib. Bədii sual. Bədii sual nə idi? Cavab tələb etməyən sual. Yəni bu sualın onsuz da burada müəyyən qədər cavabları var. Hansı ki biz tökülən qanları boş hesab eləmirik. Bu tökülən qanlar heç biri boş-boşuna deyil. Heç biri hədər deyil. Yəni bu sualın cavabı müəyyən qədər, tam müəyyən qədər olaraq burada var. Amma biz onu deyə bilmərik ki, bu bədii sual deyil. Yox, bədii sual işlənib. 4 ildə verilmiş bu qədər can hədər olmaz. 4 il dedikdə neyi nəzərdə tutur? Birinci Dünya müharibəsini nəzərdə tutur. Və bu şeir nə vaxt yazılıb, neçinci ildə yazılıb? 1918-ci ildə yazılıb. Həmin Birinci Dünya müharibəsi 4 ildə verilmiş bu qədər can hədər olmaz. Məfkurə yolunda tökülən qan hədər olmaz. Məfkurə, yəni azadlıq yolunda tökülən qan hədər olmaz. Qiymətli olan xuni şəhidan hədər olmaz. Xuni şəhidan dedikdə neyi nəzərdə tutur? Şəhid sözündən biz burada görürük ki, qiymətli olan şəhidlərin qanı hədər olmaz. Şəhidlərin qanı bizim üçün çox qiymətlidir və həmin qiymətli olan şəhidlərin qanı hədər olmaz. Və neçə şeyin hədər olmadığını biz indi görəcəyik. Dul qalmış olan növhəyi nisvan hədər olmaz. Növhəyi nisvan nə deməkdir bəs? Nisvan qadınların ahı, qadınların naləsi və s. bunlar hədər olmaz. Şəhidlərin qanı hədər olmaz, qadınların növhəyi naləsi hədər olmaz, hansı qadınların dul qalmış olan qadınların. Bax sən sonuna, himmət-i türkan hədər olmaz. Bəs burada nə demək istəyir? Burada da türk. Yəni sən deyir, sonuna bax da, türklərin səyi, himməti hədər olmaz. Bədbəxt olan əfğani yetiman hədər olmaz. Əfğani yetiman, bədbəxt olan əfğani yetiman kimə deyirlər? Yetim. Yəni yetimlərin fəğanı hədər olmaz. Bir də deyirik, nə hədər olmaz? Azadlıq yolunda tökülən qan hədər olmaz. 4 ildə verilmiş bu qədər can hədər olmaz. Şəhidlərin qanı, qadınların, dul qalmış olan qadınların naləsi, türklərin səyi, himməti və bədbəxt olan yetimlərin fəğanı hədər olmaz. Yəni bunların heç biri hədər olmayacaq. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? Yenə də burada olduğu kimi təkrarlanıb. Qan ilə qazandıq zəfəri verməriz əldən. Burada nə demək istəyir? Qan ilə qazandıq zəfəri verməriz əldən. Hansı ki, burada deyir ki, 4 ildə verilmiş bu qədər can hədər olmaz. Yəni biz burada bir can itirmişik. Və yaxud məfkurə yolunda tökülən qan hədər olmaz. Şəhidlərin qanı hədər olmaz. Həmin o qan ilə qazandığımız zəfəri əldən verməriz deyir. Xof eyləmədik, atəşi dəhşə düvəldən. Xof eyləmədik, yəni qorxmadıq biz. Nədən qorxmadıq? Atəş dəhşə düvəldən. Düvəl, yəni dövlətlərin dəhşətli atəşindən qorxmadıq. Yəni bizi bu qorxuda bilməz. Bizi qarşımıza keçib, yəni bomba, tüfənglə və s. bu kimi dövlətlərin dəhşətli atəşi bizi qorxuda bilməz təbii ki. Biz bunlardan qorxmadıq. Bir zərrə belə qorxmayırız dəsti əcəldən. Bir zərrə belə deyir, yəni bizi hansı ki, dövlətlərin dəhşətli atəşi qorxutmadı, həmçinin yəni biz deyirik ki, kimsə rəhmətə gedəndə onun əcəli çatıb rəhmətə gedib və s. bu kimi ifadələrdən istifadə edirik. Burada da həmçindir ki, əcəldən də deyir, yəni bizim vaxtımızın itməsindən də və yaxud bu əcəldən də biz qorxmuruq deyir.
İstərsə cahan çevrilir varsın da təməldən. Yəni cahan, dünya tərsinə çevrilsə də biz yenə də öz tutduğumuz bir əməlimiz var ki, bir yolumuz var ki, yəni biz oradan deyir dönməyəcəyik. Türkün üzü çevrilməyəcək səmt əməldən, yəni tutduğu əməldən çevrilməyəcək. Türklər geriyə dönməyəcək müslih əməldən. Türklər hansı əməldən, hansı tutduqları yoldan dönməyəcək? Müslih, yəni sülh yolundan, sülh əməlindən geri dönməyəcək. Yəni kim neynəsə də hər zaman türklər sülhsevən olublar. Yüksək yaşamaq istər ikən cümlə mirəldən. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? Bu beyt burada neçə dəfə təkrarlanıb? Bir dəfə təkrarlanıb. Ondan sonra Türkün tökülən qanları bihudə gedərmi? 2 dəfə təkrarlanıb və burada da təkrarlanıb 3 dəfə. Deməli 3 dəfə eyni beyt təkrarlanıb burada. Bunu belə təhlil elədik. Gələk. Burada təhlildə nə yazıb, ona baxaq. Şeir digər xalqlar kimi türk xalqlarını da fəlakətə sürükləyən Birinci Dünya Müharibəsi zamanı 1918-ci ildə yazmışdır. Biz bayaq qeyd edirik, şeir 1918-ci ildə yazılıb. Həmin illərdə türk xalqları böyük itkilər vermiş, böyük əzab-əziyyətlərə qatlaşmalı olmuşlar. Yenicə müstəqilliyini qazanmış Azərbaycan dövlətinin vəziyyəti daha ağır idi. O, torpaqlarına göz dikmiş erməni daşnaqları ilə qanlı müharibə aparmağa məcbur olmuşdu. Bütün bunlara şairin münasibətini aydınlaşdırmağa çalışın. Şeirdə tanış olmayan sözlər çox olsa da, o maraqlı oxunur və oxucunu düşündürür. Müşahidələrinizi davam etdirməklə bunun səbəbini müəyyənləşdirməyə çalışın. Şeir əruz vəznində və heca bəhrinin 4 təfilləri növündə yazılıb. Misradakı bölümlər təfilənin tələbinə görə aşağıdakı şəkildə olur. Oxu üçün parçanın müqavilə yazılması ifaçının işini xeyli asanlaşdırır və s.